Avtomobil varsa ona texniki qulluq da var və bu texniki qulluğun özünün də bir qaydası var və bu qaydaları bilmək hər birimiz üçün önəmlidir. Avtomobilə nə qədər vaxtında düzgün və keyfiyyətli texniki qulluq göstəririksə, ömrü daha da uzun olur və həm də təhlükəsiz olur. Və biz artıq 2 aydır bu mövzunu Avtosfera saytı olaraq Toyota ilə birlikdə işləyirik. Qeyri-orijinal ehtiyat hissələrinin bazarda dövriyyəsi və bu orijinal olmayan ehtiyat hissələrinin sürücülərə, avtomobil təsərrüfatına vurduğu zərərdən danışırıq. Bugünkü qonağımız bizimlə birlikdə Elçin Abbasov olacaq və Elçin müəllim avtomobillər üzrə mütəxəssisdir. Bu gün də suallarımızı Elçin müəllim cavablandıracaq. Təsəvvür edin ki, tutaq ki, olsun yağ filtri olsun, istəyir əyləc qəlibi olsun. Bütün bunlar böyük bir istehsal prosesidir və həmən o prosesi icra edəndə bizim gücümüz çatmaz ki, onu üzünə baxaraqdan təyin edək. Ola bilər hansısa bir bölgədə o ən ucuzunu, yəni təyin eləmək olar da baxaraq görərik. Məsələn, əgər əyləc qəlibindən söhbət gedirsə, onun içərisində olan komponentlərin sayı 20-yə yaxındır. Və həmən komponentlərin nisbəti hansı nisbətdə olmalıdır və hansı texnologiya ilə hazırlanmalıdır, onun orada qətranla bir-birinə yapışması var, necə olmalıdır, bütün bunlar yəni əyləc qəlibini xarakterizə edir. Onun da xarakteristikası nədir? O bizim həyatımızdır. Yəni sən əyləci basanda avtomobil dayanacaqmı lazım olan məsafədə, yoxsa dayanmayacaq? Yəni onu bizim təyin etməyimiz doğru deyil. Bizim laboratoriyamız yoxdur, bizim elə bir ekspertizamız yoxdur ki, biz bunları yoxlayaq. Ona görə də mən düşünürəm ki, biz hansısa bir ehtiyat hissəsini alırıqsa, onda bizim həmən ehtiyat hissəsini güvəndiyimiz yerdən almağımız lazımdır. Güvən də nə ilə formalaşır? Tutaq ki, hansı istehsalçı bu avtomobili istehsal edirsə, onun özündən almağımız daha doğrudur. Əyləc qəliblərinin əsas funksiyası onun sürtünmə əmsalının yüksək olmasıdır. Ancaq bu onun təkcə bir funksiyası deyil. Orada onun içərisində olan komponentlər oradan, yəni toxunma səthindən istiliyi yaymalıdır. İstiliyi yaymasa nə baş verəcək? Əyləc diski həddən artıq çox qızacaq və onun qızması nəticəsində onun möhkəmliyi aşağı düşəcək. Biraz da idarə edəndən sonra görəcəksiniz ki, bəs vurma baş verir və siz gedib həmən o diskləri yonmaq məcburiyyətində qalacaqsınız. Əyləci bastığımız halda orada titrəyişləri hiss edəcək. Bu qabaq elə bil disklərdədir, arxa disklərdə isə özünü ayrı cür xarakterizə edir. Bu bir. Ən çox bizim belə deyək də sürücüləri narahat edən əyləc diskinin nasazlığı bu gürültü səslərinin gəlməsidir. Əslində bu o qədər də belə deyək ola bilər funksionallığa təsir eləmir, amma burada bir neçə dənə faktor var. Ehtiyat hissəsinin orijinal olmaması da ola bilər. İkinci faktor onun quraşdırılma səhvləri də ola bilər. Adamlara elə gəlir ki, ən bəsit iş əyləc diskinin dəyişilməsidir, amma bu heç də o qədər də bəsit deyil. Onun dəyişilən vaxtı orada bəzi sürtgü materiallarından istifadə etmək lazımdır. Bu səsin qarşısını ala bilir. Sonra əyləc diskinin vurulmasını yoxlamaq lazımdır. Onun xüsusi mikrometrlə yoxlanılır ki, əyləc diskinə vurulma var. Əgər onda vurma varsa, o mütləq yonulmalı və yonulduqdan sonra qoyulmalıdır. Əgər onun möhkəmliyində problem varsa, disk ola bilər ki, heç yeyilməyib, amma yenə də onun dəyişilməsi lazımdır. Əgər o qeyri-bərabər yeyilmə baş veribsə, onda onun özünü dəyişdirmək lazımdır ki, artıq qoyduğumuz əyləc diski də yəni orada normal olaraq işləyə bilsin. Bəzən görsən şikayət edirlər ki, bəs məndə əyləc diski almışam, orijinaldır, amma tez yeyildi. Və bəzən də görürsən ki, əyləc diski yeyilmir, uzun müddət qalır. Bu halda isə aydındır ki, əyləc diskinə anormal vəziyyətdir, demək əyləcləmə yaxşı getmir və əyləc diskinə daha çox ziyan vermiş olur. Əgər biz enişdə dolaylarda düşürüksə, düşdüyümüz halda
hər zaman əyləcdən istifadə etmək məcburiyyətində deyilik. Bunun necədir? Deməli, mühərriklə əyləcləmə sistemi var. Bu bütün maşınlarda var. Hətta avtomatik ötürmələr qutusu olsa da onda var. Biz çalışmalıyıq ki, elə optimal ötürməni seçək ki, bizim əyləcləmədən çox istifadə etməyək. Az istifadə etmiş olaq. Bu halda onun qızması az olur. İkincisi isə aydındır ki, bu həm diskdən, həm də ki, əyləc deməli qəlibindən asılıdır. Bayaqlarım qeyd etdiyim kimi, əyləc qəlibinin içərisində çoxlu elementlər var ki, hansılar ki, hərəsinin bir funksiyası var. Biri friksion xüsusiyyətləri, yəni sürtünmə əmsalını idarə etmək üçündür. Biri istiliyi oradan kənarlaşdırmaq üçündür. Əgər kontakt sahəsində olan isti uzun müddət orada qalmış olarsa və getdikcə də, yəni biz əyləclədiyimizdə o orada toplanacaqsa, aydındır ki, bu halda həmən isti artacaq. Amma lazımdır ki, o oradan kənarlaşdırılsın. Ona görə, məsələn, əyləc qəlibinin içərisinə bəzən baxırlar, bilirlər ki, bunun misidiyi çoxdur. Bəzən də həmən onun həddən artıq çox olması gürültüyə səbəb ola bilər. Amma az olması isə onun intensiv əyləcləmə zamanı qızmasına səbəb ola bilər. Burada biz əyləc sistemindən daha çox danışdım. Burada əyləc mayeəsinin də önəmi var. Deməli, qızma nəticəsində əyləc mayesi əgər keyfiyyəti aşağıdırsa və biz onu vaxtında dəyişməmişiksə və mən onu sizə tam əminliklə deyə bilərəm ki, Azərbaycanda çox az adam əyləc mayesini vaxtında dəyişdirir. Əyləc mayesinin dəyişilməsi demək olar əksər şirkətlərdə hər 2 ildən birdir. Çox adam deyəcək ki, mən avtomobili sürməmişəm, mən niyə əyləc mayesini dəyişməliyəm? Qaldıqca da keyfiyyətini itirir. Bəli, o qaldıqca o qidroskopikdir. Havada olan rütubəti özünə götürür və onun qaynama temperaturu aşağı düşür və suyun qaynama temperaturuna yaxınlaşır və bizim əyləc sistemi hidravlik sistemdir. Amma orada qaz qabarcıqları belə gəldikdə bu artıq olur pnevmatik sistem və görürsən ki, əyləci basırsan, görürsən ki, artıq o yəni avtomobili saxlamadır. Yağ filtri qeyri-orijinallarda əsas filtrin qiymətini təyin edən şey onun nə korpusu deyil, nə onun belə deyək də orada olan rezin deyil. Əsas onun qiymətini təşkil edən içəridə olan filtrləyici elementdir. Bu filtrləyici element istehsal olunanda elə istehsal olunmalıdır ki, içərisindən müəyyən belə deyək zərrəcikləri keçirsin, amma hansısa zərrəcikləri buraxmasın. Ümumiyyətlə filtrləmə sistemi avtomobildə elə təşkil olunur ki, kobuddan incəyə yağlama sistemində aşağıda kəfkir durur da. O kobud təmizləmə hissəsidir. O kobud təmizləmə hissəsindən keçən zərrəciklər gəlir yağ nasosuna. Yağ nasosu o zərrəcikləri, yəni onun təsirindən ona heç nə olmur. Ondan sonra isə gəlir yağ filtri. Yəni daha narın təmizlənmə yağ filtri. Həmin o yağ filtri isə elə təmizləmə etməlidir ki, oradan sonra duran belə deyək, yağ püskürmə sistemləri, sonra dirsəkli val, sonra qaz paylama valı, bütün bunlarda yağlamanı tam təmin etsin və orada yığılmasın. Ondan əlavə filtrin içərisində 2 klapan yerləşir. Bunlardan biri reduksion klapandır. Bu deməli təzyiq çox olduqda, təzyiq çox yığıldıqda o elə bil ki, məsələn tutaq ki, soyuq vaxtı və ya filtr ümumiyyətlə tutulur, filtr təmiz tutulduğu halda da burada ola bilməz ki, mühərrik yağlanmasın da. Kirli yağ da olsa onu ora verə bilər. Yəni gördü ki, burada tutulma baş verir. Və bir klapan da var, o da ondan ötürdür ki, biz avtomobili söndürdükdə yağın hamısı sistemdən tam olaraq boşalmasın. Digər dediyim klapan hansı ki, filtrin tutulma halında ancaq işləyir. Birdən görürsən, o klapan normal işləmir. Elə tam olaraq belə deyək, sistem açıq olur və heç bir filtrdən keçmədən kirli yağ gedir mühərrikin hər yerini doldurur. Hava filtrləri avtomobildə 2 əsas hava filtri olur. Bunlardan biri mühərrikin hava filtridir. Mühərrikin hava filtri aydındır ki, o da öz dəliklərinin ölçüsünə görə müxtəlif ölçülərdə olur və aydındır ki, o filtrlər əgər dəlikləri böyük olarsa, bu halda mühərrikə ziyan edəcək, mühərrikdə abraziv xüsusiyyət əmələ gətirir. Təsəvvür edin ki, biz tozlu bir yerdən keçirik, qum
mühərrikin içərisinə daxil olur. O da orada daxil olduqdan sonra məsələn o belə deyək, üzüklərin üstündə qalır. Elə bil ki, abraziv bir hissə kimi davamlı olaraq hərəkət etdikcə o silindri yonmağa başlayır. Əgər yox, dəliklər çox xırda olarlarsa, xırda olduğu halda aydındır ki, mühərrik havanı rahat ala bilməyəcək. Mühərrik havanı rahat ala bilmədiyi halda nə onun gücü normal olmayacaq, nə də ki, onun yanacaq sərfiyyatı düzgün olmayacaq. Ona görə də hava filtri, mühərrikin hava filtrinin bu önəmləri var. İkincisi də onun germetikliyidir. Yəni hava filtrinin kənarları gərək germetik olaraq olsun ki, təmizlənməmiş havanı çəkməsin. Bu bəzi maşınlar üçün çox önəmlidir. İkinci bir məsələ salon filtri. Salon filtrinə tələblər hal-hazırda həddən artıq yüksəkdir. Əvvəllər düşünürdü ki, hava keyfiyyəti deyəndə bu havanın kimyəvi təsirindən söhbət gedir, amma zamanla məlum oldu ki, havanın kimyəvi təsirindən əlavə də onun içərisində olan zərrəciklərin ölçülərinin də əhəmiyyəti var. Deməli, PM deyə 2.5 PM və ya 10 PM deyə bir standartlar əmələ gəldi. Bu standartlar ondan ibarətdir ki, xırda hissəciklər, tozlar olduqda bizim ağciyərimizdən, bizim hətta qanımıza da soğudula bilir. Ona görə də havanın daha təmiz olması üçün avtomobillərin, müasir avtomobillərin əksəriyyətində orada hava kirliliyini göstərən bir şey var. O əsasən havanın, o hissəciklərin orada olub-olmamasını yoxlayır. Bu səbəbdən də hava filtrlərinə bir neçə tələb var. Birincisi onun mexanik olaraq təmizlənməsidir ki, o dediyimiz həddən böyük olan hissəcikləri içəriyə buraxmasın. İkincisi isə onun kimyəvi təmizlənməsidir. Kimyəvi təmizlənməni təmin etməkdən ötürü karbon tərkibində aktiv karbon olan filtrlərdən istifadə olunur. Bəzən elə avtomobillər olur ki, onlarda bu ikisi bir yerdə olur. Bəzən isə elə avtomobillər olur ki, bunlar tək-tək birincisi mexaniki kobud təmizləmə, ondan sonra isə karbonla təmizlənmə olur. Bir şeyi nəzərə alaq ki, əgər təkər fırlanmırsa, avtomobil getmir, təkər dayanmırsa, avtomobil dayanmır. Sən orada necə istəsən əyləc diskin olsun, sən orada necə istəsən əyləc qəlibin olsun, bütün bunlar necə istəyirsən olsun, təkər əgər onun yol səthi ilə sürtünmə əmsalı doğru deyilsə, o dayanmayacaq. Və çox vaxt insanlar düşünürlər ki, biz əgər tutaq ki, belə deyək də, təkəri mən aldım və təkəri məndə tutaq ki də bir 80 mindən sonra sıradan çıxdı, deyir, bu keyfiyyətsiz təkərlərdir. Mən həmişə həmin adamlara deyirəm ki, bu Bakıda Formula 1 yarışları var da, onlar nə qədərdən bir təkərlərini dəyişirlər. Yəni, müəyyən iki təkərdən istifadə edirlər, hardasa 300 kilometrdə iki təkərdən, yəni hər 150 kilometrdən bir bunlar təkərlərini dəyişirlər. Niyə dəyişirlər? Özdə onların təkərləri çox bahadır. Təkər xəmiri elə olmalıdır ki, maşını həm əyləclənməsini, həm idarə etməsi normal olaraq saxlasın. Və təkərin tez yeyilməsi heç də o demək deyil ki, bu keyfiyyətsiz təkərdir. Keyfiyyətsiz təkər öz, belə deyək də, funksiyasını onda görür ki, sən əyləc verirsən, maşın sürüşür gedir, təkər dayanıb, hər şey qaydasında, ABS işləyir, blokdan çıxardır və ilaxır, amma sən maşını idarə edə bilmirsən. Və biz qışda, siz məndən də çox müşahidə etmiş olarsınız ki, bir dəfə, iki dəfə qar yağır və biz görürük ki, sürücülərimiz nə təhər sürüşür, bir dənə belə bir şeydə nə qədər qəzalar törədirlər. Burada iki məsələ var. Birincisi, qışa öyrəşməməyimizdir. Çünki orada maşın sürüşdüyü halda, mən adama deyirəm ki, yaxşı da sən əyləci başdan görürsən ki, maşın sürüşür gedir də, sən nəsə elədir, neyini, mən əyləci basmışam, sən bir dənə bu ABS sistemi elədi ki, siz əyləci tam basanda, bu elə bilir ki, maşın dayanıb rahatlaşır. Lazım ki, sən əgər bu əyləcdən keçəsən, maşın təkərləri fırlansın, bu görsün ki, yox, təkərlər fırlansın, sən əyləci basanda bu təzəldən biləcək ki, mən bunu bloklandırmalıyam və bu məsələni mən belə həll eləməliyəm. Ona görə təkər seçimi çox vacibdir. 5 ildən o yana olan təkərlər artıq öz keyfiyyətini itirmiş olur. Baxmayaraq ki, 1.6 mm biz dərinlikdə protektordan danışırıq orada da, amma öz keyfiyyətini itirir. Biz idarə etməni pis istəyirik. Təkərini dəyişən adamlar həmişə öz maşınını elə bir təzə maşın kimi istəyirik, idarə etməsini və ilax. Güvənli olur. Bəli, güvənli olurlar. Ona görə də biz
təkərin vaxtı gələndə onu dəyişdi. Təkərin də bir qaymaq yeri var. O qaymaq yeri yeyiləndən sonra bir onda altını gözləməyə dəyməz də. Sən hiss edirsən ki, bu qaymağı gedibsə dəyişmək lazımdır. Və ən böyük tövsiyəmiz mövsümə və yol şəraitinə uyğun təkərin seçilməsidir.